Buraxılışa 2 ay qalmış. Biz balımızı necə qaldıra bilərik? Məsələn, 150 baldan 250 bala qaldıra bilərikmi? Bunun yollarından danışacağıq. Mümkündür, bəli. Səhifəmizi izləyin. Bismillah, getdik. Uşaqlar, tam səmimiyyətimlə deyim ki, bunu eləmək mümkündür. Bax, səmmə danışaq kimi. Bu vaxta kimi nə eləmisən, nə qədər telefon işlətmisən, oxumamısan, köçürtmüsən, hər nə eləmisən, canın sağ olsun. Əcəb eləmisən, halal xoşum. Mən valideynlərinizin də, müəllimlərinizin də yerinə sizə halallıq verdim, getdi. Əgər haqqım çatırsa. Hə, əminəm ki, onlar da deyər o söz. Amma bundan sonra qalan o 60 günü elə dəyərləndirərik ki, elə gözəl dəyərləndirib, elə yaxşı nəticə almaq olar ki, bax, həftədə 2 dəfə deyil, normal fənlərin hazırlığı. Mən sənin yerinə olsam, hansı ki fəndən qorxum var, həmin fənnin hazırlıqlarını 2-3 qatına çıxardaram. Görsən variant yoxdur, yəni mən qəbul olmalıyım, 2 ayda vaxtım qalır. Variantım yox deyə mən qəbul olmalıyam. Keçərəm 2 aya cəmi, belə deyək də, 200 manat, 300 manat sənin xərcin çıxacaq. Gedərəm bir müəllimin yanına, deyərəm ki, müəllim, tutaq ki, riyaziyyat dərsidir. Və ya Azərbaycan dili, ya da ingilis dildə, hansı çətinsə, amma səndə bal yığmalısın ağa. Müəllim, Allah sənin ödənişin nə qədər? Tutaq ki, qrupla 50 manat. Müəllim, mən sənə 100 manat veririm. Mən sənin bütün qruplarımla gəlib oturacam dərsdə. Və yaxud da mən həftədə 4 dəfə gələcəm. 1 saat məni qabağına qoy, rahat məşğul ol. Saat 11-də deyəcəksən, 11-də gələcəm. Səhər 7-də gələcəm, 8-də gələcəm, 6-da gələcəm. Hansı vaxtım boşdursa, həmin vaxta uyğunlaşdırıb gələcəm. İnandırım sizi ki, bunun üçün də xüsusi istedadlı, savadlı bir müəllimə ehtiyac yoxdur. Yaxşı nəticəli, yaxşı hazırlıq. Məsələn, mənim yanıma gəlsə, mən götürməyəcəm. Mənim ona vaxtım yoxdur. Gənc, yeni başlayan və yaxud da şagirdə az olan, həvəskar müəllim olur, şagirdə az olan bir şəkildə gedirsən, danışırsan və mütləq hər gün müəllimin yanına gedərək bunu edə bilərsən. Bir variant məsələn budur. İkinci bir variant məsələn, tutaq ki, bizdə sürət qrupu var, cəmi 2 aylıqdır. 2 aya sıfırdan başlayırıq, bütün proqramı tam olaraq bitiririk. Onlayn öyrənməyə həvəsin varsa, yəni onlayn tədrisdən söhbət gedir, oturmuşsan Astaranasa, kəndindən Lerikdəsən, Xaçmazdasan və s. Hardan istəyən qoşula bilərsən, internet olan yerdə rahat, birə-bir, üzbəüz, qəşəng. Bu qruplara qoşulmaq üçün 055 597 0151-ə yazırsınız, gec olmadan qoşulursunuz. Yüksək səviyyədə dərs saat təqdim edirik, testləri birlikdə işləyirik, həm mətn izahı öyrədirik, həm test, hər bir şeyi sənə öyrədirik, gedib yazır. Digər variant bu. Və yaxud sınav qrupuna qoşula bilərsən, bizdə də var. Bütün hər gün bir də, məsələn, riyaziyyatın inşallah mənim yanvarında sınav qrupu açacaq. Hər gün qoşularam o sınav qrupuna, hər gün sınaq işləyərəm, yenə gedib nəticə alaram. Uşaqlar, sadəcə 2 ay yazaram günü, saatı, neçə saatım qalıb mənim. Həmin saatı bölərəm və dərhal günlük 4 saat oxuyursansa, onu çıxaracaqsan 8 saata. 8 saata çıxaranda avtomatik sənin 2 yox, sənin qalıb neçə ayın? Sənin qalıb elə bir 4 ayın. Və sən keyfiyyəti 2 qat artırırsan, plus öyrəndiyin üçün 2 qat daha çox çalışdığın üçün o 2 qat artmayacaq, daha çox artacaq. Çünki daha hazır vəziyyətdə digər mövzulara keçdiyin üçün sənin üçün daha rahat olacaq. Və nə edərəm? Daha çox bu saatla çalışıram. Yəni mən 150 bal yığacağım halda, deməli çox çalışacağım halda avtomatik 230-240-lara qalxacaq bu rəqəm, ədəd. Yəni beləliklə uşaqlar, siz istədiyiniz balı inşallah ki toplaya bilərsiniz. Sadəcə qalan zamanınızı dəqiqələrinə qədər bölürsünüz. Hər bir dəqiqənizi, hətta bütün günü əlində kitab getməlisən. Nə bilim, hara getdin kitab, ayaq yoluna girdin kitab, nə bilim, hamma getdin kitab, hara gedirsən, qonaq gedirsən, getmə qonaq. Qonaq qəbul eləmə. Status yaz ki, mən imtihana hazırlaşam, qonaq gəlməyin, qonaq getmə, bayram eləmə. Bu 2 ayınca heç nə eləmə, heç nə. 10 gündə bir gün 1 saatlıq çıxıb gəzib dincələ bilərsən, amma bu 2 ay gecə, gündüz, dəli kimi oxuyacaqsan. Bax, bu 2 ay sənin özünə 17-18 ilin, 16 ilin içində elədiyin ən böyük yaxşılıq və ən ağır sınaq olmalıdır. Özünü təsdiq, nə var, cavan oğlansan, cavan qızsan, sizin bu dəqiqə adamı kəllə ilə vurub yıxan vaxtınız deyil, sizin əlinizdə nədir o iyləni, dığı
dıqcanı tapa bilmirsiniz. Vallah elə belə şeydir. Siz istəsiniz bacararsınız. Amma sadəcə onu istəmək lazımdır. Bu 2 ay, sadəcə 2 aydan sonra ömrün boyu deyəcəksən ki, mən 2 ay oxumadım. 2 ay nətər oxudumsa, bu ömrünün sonuna qədər özünün özünə belə bir özgüvənindir. Belə ürəklə deyəcəksən özün özünə, nəvələrinə, uşaqlarına, şagirdlərinə, iş yoldaşlarına, hər yanında deyəcəksən, hə, mən həmin oğlanam, 2050-də danışsam, qocalmışsa, mən həmin oğlanam, 2025 idi, o Vahid müəllim kim idi? O bir də motivasiya videosundan gördüm, bəs mən filan şey, mən də onda ölüb getmişəm, nəvələrim də qulaq asır. Nəsə 2070-dən söhbət gedir. Hə, sizdə baxın ömrünüz boyu bu sizin üçün gözəl bir fürsətdir. Bir universitet vaxtı olur, bir günə bir kitabı uşaq oxuyur, danışır, çıxır. Bu heç kimə lazım deyil. Bunun bir xatirəsi yoxdur. Universitet imtahanı hamı keçir. Amma bu qəbul imtahanı tamam başqadır. Burada sən o içindəki canavarı, o şiri burax qəfəsdən çıxsın. Burax o şir dağıtsın, töksün, vursun, beyni sönsün. Bunu elə də, elə. Bunu sən eləyə bilərsən. Yatma. Gözündən yuxu tökülür. Yatma, bala yatma. Mürcüləmə yatma deyirəm. Normal vaxtında yatırsan, axşam 11-də, 5-dən durursan, qəşəng oxuyursan, 5-dən 10-da tutaq dərsin var, 5-dən 10-a qədər hamısını həll edib çıxıb gəlir. Sonra gedirsən hazırlıqlara. Bax bu şəkildə dəqiqəni, vaxtını bölürsən. Mənim bir dostum var, Allah'ın da olsun. Bax, evinə belə qonaq gedirsən, sənə vaxt ayırır. Vaxt deyir ki, məsələn, sən 20-dən 21-ə qədər mənim yanımda ola bilərsən. 21-də mən durub gedəcəm. Bizə qonaq gəlir, dostum deyə, yaxın adamdır, hoca, ustad, hörmət elədiyim bir adamdır. Gəlir, deyir ki, mən 19-dan 21-30-a qədər sizdə ola biləcəm. 21-30-da mən sizdən çıxacam. Başqa yerdə görüşüm var. Adam dəqiqə nə işləyir? Bala, bunu 40 yaşına, 50 yaşına kişi eləməməlidir. Bunu sən eləməlisən. Sən, çünki bu sənə lazımdır. Yatmada bala, nə günlə yatmısan? Hansı günlə yatmısan? Yatacaqsan da yetərincə. Get, qəbul ol. Valideynin də rahat yatsın. Dədən, anan, nənən, bibin, kim sənə görə rahat? Qoy sevinsinlər. Sən niyə bunu eləməyəsən ki? Kimin qızından əksiysən? Kimin oğlundan əksiysən? Sən bunu edərsən. Edərsən. Vallah edərsən. Andur Allaha sən bunu bacararsan. Bax, kişi kimi söz versən özün özünə. Bu 2 aya qəşəng hazırlaşırsan, bax, bizlə də hazırlaşa bilərsən. Başqa qruplarla, başqa kurslarla, gedib hazırlaşa bilərsən. Bir şəkildə bu 2 ay nəsə bir alınmayan fənni 2 müəllim yanına gedir. Onlayn qoşulmuza əyanda qoşul. Əyanda onlayn qat da bir-birinə qat hamısını özünü tapana qədər yetər ki, dayanma. Oxu bu 2 ayı gecə gündüz çalış. Get müəllimə de ki, müəllim, Azərbaycan müəllimlə mən hamı üçün özəl proqram quram müəllim. Azərbaycan müəllimlə de, ingiliscə, riyaziyyat müəllim mənə 2 aylıq proqram qur. Nə edim? Həftənin günü, hər həftənin öz gününün deməli işləri olmalıdır. 5-ci gün olanda sən açmalısan proqramda 5-ci gün mənim filan hazırlıqlarım var, filan əlavəm var, filan şeyi var. Hər biri proqramlaşmalıdır. Günə gün, hətta telefona girəcəyin, oyun oynayacağın, videoya baxacağın, nə bilim istədiyin qıza yazacağın hər bir şey orada qız söhbətin bağlı şey olmamalıdır. Bu vaxtlarda olmamalıdır. İmtahandan sonra, institutdan sonra, yaxşımı? Böyüyəndə, böyük kişi olanda. Bütün hamısını yığmalısan bir araya, yəni bütün proqramını yığmalısan bir araya, o proqrama baxıb hərəkət et. Səhər bilməli bir. O ki, mən nihayət edim, İngilis niyazət. Getdin, niyazət, hərəsin. Belə şey, bil uşaq, bil cavanı, kişi olsan, oğlansan, belə şey olur, iki qızsan. Hətta nə cəmaatı bəyənmirsən, elə hazırlığa getmə. Bütün yetmə. Hüquqa hayəşəm. Elə hüquqa girər. Elə sən hüququn hızına girə bilməzsən. Girəcəksən, Bakıdan qalanı bilən zibil qarla təpəstə girəcəksən ora. Elə şey olur. Elə hazır, elə həvəslə, ürəklə azlaşmaz. Elə sən də hüquqşünas ol. Lap girdin, elə olmaz. Bir ürəklə, belə qəşəng, enerjili, potensialı, tulla da bu zibili tullayın qırağa. Əməlli bütün gücünüzü verin, bir aylıq, ay yarımlıq dərsinizə gedin, qəbul olun, mən də sizdən bunu gözləyirəm. Bu videonun altına girin, söz verin ki, inşallah mən hədəfimi bu cür edəcəm və mən də sizə güvənirəm ki, nəsə edə biləcəksiniz. Bizim onlayn dərslərə qoşulmaq üçün 055 597 0151-ə yazırsınız və həmin dərslərə qoşulursunuz. Hələlik, sağ olun, özünüzə yaxşı baxın, qazacanlar yaxşı.